Gedirəm məktəbə. Saat 7:16-dır. Evdən biraz tez çıxdım. Çünki bugün video çəkirəm. Video çəkəcəyim günlər məktəbə gedəcəmsə əgər evdən biraz tez çıxıram. Nərmin gəlir. İndi gəlsin, bir yerdə gedəcəyim məktəbə. Görmür səni, qaranlıqdır. Məktəbə çatırıq, az qalıb. 2 dəqiqə çatırıq. Çəkdim. Şey elədim. Görməyəcək qalıb. Qorxdum, Poz ver. Əslində bizim məktəbə telefon götürmək olmaz. Biz indi koridordayıq. Görsələr telefonu mənim əlimdən alacaqlar, amma ki ne yapayım? Dersimizin başlamağına hələ var. Gəlmişik tualetə. Niyə gəldik? Mən də yuxu görünürəm. Yuxu görünəndə geçiyor. Amma yuxulu deyiləm. Saat 5:50-də oyanmışdım. Bizim sinifdəyik, mənim sinifimdə. Nərminin sinifi 1-ci mərtəbədədir, mənim sinifim 4-cü mərtəbədədir. Aramızda dağlar var. Baxın, pəncərəmizdə sinifdəkilər belə elib. Amma mən görməmişdim. Ben görmüştüm, nezile. Ben Instagram'da gördüm. Ben de. Yaxşı sinifdə kamera yoxdur. Bizde var ya. Yaxşı bizdə yoxdur. Böyük ehtimalla dərsdə video çəkə bilməyəcəm, çünki dərsdə telefona baxmaq olmaz. Baxacam, amma video çəkə bilməyəcəm. Çünki video çəkmək üçün telefon biraz uzaqda saxlamaq lazımdır. Amma dərsdən çıxandan sonra video çəkəcəm. Ayınızı göstərin. Ay çok güzel. Ya da değil, göster. İndi Ayşe. Baxın sinifdəkilər nə edib? Kamerada soğuğun görünür, amma normalda bu qədər soğuğun deyil. Deməli, 8 dəqiqə sonra dərsimiz başlayır. Nərmin əməldə gedirik indi tualetə. Biraz orada qalacaq, dərsi gecikəcək. Çünki mənim ilk dərs idman dərsidir. Gecikmək istəyirəm. İndi biz dərsdən çıxdıq. Saatı da deyim sizə. Saat 13:05-dir. Biz də 13 nəsədə çıxdıq 00-da. 55'te. Yox, 55-də həm. 10 dəqiqədir ki, dərsdən çıxmışıq. İndi evə gedirik. Gedirik evə. Bayaq da bir dənə uşaq dedi ki, video çək, qəşəng vlog olsa takip edəcəm. Deməli, mənə YouTube-dan izləyirmiş. İzləməsə hardan biləcək mənə vlog çəkdiyimi? Görsən, məntiq işləyir bu qızda. Bu qızın ağlı işləyir. Kamera niyəsə qəşəng göstərmir. Ya da mən qəşəng deyiləm. Kamera biraz bulanıq göstərir. İşığa görədir, ya mənə elə gəlir. Evə gəldim. İndi saat 13:45-dir və mənim saat demə xəstəliyim var. Hər dəqiqə saat deyirəm sizə. Hər videonu açanda sizə saatı deyirəm. Amma yəni gün ərzində nə etdiyimi bilin deyə saatı da deyirəm. Yəni hansı saatda nə etdiyimi bilin deyə. Saatı deyirəm və hal-hazırda evdəyəm. Amma bir 10 dəqiqəyə falan evdən çıxacam, 10-15 dəqiqə evdən çıxacam. Qardaşımı aparacam dərsə. Qardaşımı dərsə qoyandan sonra yenidən gələcəm evə. Daha sonra günümüzə davam eləyəcəyik. Və bu arada mən bu gün ərzində nə edəcəyimi heç videoda deməmişəm. Səhər məktəbə getdim. Məktəbdə biraz çəkdim, qayıtdım, indi gəldim. Hələ də nə edəcəyimi, yəni nə edəcəyimi daha doğrusu deməmişəm sizə. İndi deyim. Bugün xüsusi bir planım yoxdur. Onu eləyəcəm, bunu eləyəcəm dediyim bir şey yoxdur. Bugün işimin az olduğu, çox da böyük bir işim olmadığı bir gündəyəm. Sadəcə dediyim kimi qardaşımı dərsə aparacam indi. 10-15 dəqiqə evdən çıxırıq. Daha sonra evə gəlirəm və çox random bir gün keçirdəcəyik. Çünki dediyim kimi bugün bir işim yoxdur, eləməli bir şeyim yoxdur. Ona görə günümüz çox random keçəcək. Və indi biz evdən çıxırıq, gedirik geyinməyə, daha sonra evdən çıxacaq və evə qaydanda videoya davam edəcəm. Hava da çox qəşəng, aydın bir hava var.
Havada aydın hava var. Cümleye bak. Nihayet ki eve geldim. Saat indi 3'dü. Və mən indi nə edəcəm? İndi makyajımı siləcəm. Makyajımı silib yenidən bir makyaj eləyəcəm. Bəlkə də düşünəcəksiniz ki, əgər makyaj eləyəcəkdinsə, niyə makyajı silirsən? Məntiqli sualdır. Amma belə izah edeyim ki, məni qızlar anlayacaq ki, bir makyaj üzünüzdə biraz çox qaldığı zaman artıq o makyaj qəşəng bir makyaj olmur. Və gördüyünüz kimi eynəksiz tamamilə fərqli bir insanam. Amma olsun. Siz məni bu halımdan da görün. Ki zaten görmüşsünüz, yəni açık siz də videom var. Onlardan biri olsun. Yeni görmüş olun. Silirəm. Adi şeylə silirəm. Böyük ehtimalla ki, %100 ki, yəni bu heç yararlı bir şey değil. Yəni bununla makyaj silmək heç yararlı bir şey değil. Ziyanı var ki, yararı yoxdur. Amma ki, mənim makyaj silmə suyum yoxdur. Ona görə bununla silirəm. Amma siz belə olmayın, gedin makyaj silmə suyu alın, onunla silin. Və bu arada bugün nə oldu? Sizə onu danışım. Deməli, biz ilk dərs idman dərsi idi bizə. Videoda dedim, bilmirəm videonun orasını saxlamışam montajda yoxsa yox. Amma dedim ki, bizə ilk dərs idman dərsidir. İdman dərsini gecikəcəm dedim sizə hətta. Neyse, çox da gecikmədim heç. Oturmuşdum sinifdə. Bir də gördüm ki, direktorumuz girdi sinifə. Və bizdə sinifdə hardasa bir 3-4 qızdan telefonu aldı. Əllərində telefon var idi, aldılar. Və mən o an dəhşət dərəcədə şey oldum, panik oldum ki, indi mənim telefonumu da götürəcək. Çünki mənim telefonum da düz çantamın içində idi. Oturmuşdum stola, gündəliyimi yazırdım. Amma telefona baxmırdım. Amma yenə də çox panik oldum ki, bir də mənim telefonumu da götürər. Nəysə, hardasa bir 3-4 dəqiqə o stresli anı yaşadım. Müəllimimiz, direktorumuz qızların telefonunu götürdü. Sonra getdi. Mən də o an çox panik oldum ki, yəni bir də mənim telefonumu da götürər. Və zaten mən məktəbə telefon heç aparmıram. Yəni mən məktəbə telefon ancaq bu gün apardım. Yəni ümumiyyətlə bu il başlayandan ikinci dəfə telefon aparıram. Bir məktəbin ilk günü videosunu çəkəndə apardım. Bir də ki bu gün apardım ki şey eləyim, video çəkim. Yəni anlayacağınız, mən məktəbə telefonu ancaq video çəkmək üçün aparıram. Və bu gün də tərslikdən müəllimimiz, yəni direktorumuz gəldi, qızların telefonunu götürdü, getdi. Yəni mən də çox panik oldum o an. Amma yaxşı ki, mənim telefonuma dəymədi, soruşmadı, heç nə eləmədi. Çünki heç vaxt məndə telefon tutmuyub. Ona görə yəqin ağlına gəlmədi soruşmaq. Yenidən hafif bir makyaj eləyək. Və bu arada bir şey daha deyim. Dərsdə olanda telefonumu söndürdüm. Sönülü qaldı. Dedim ki, sönülü qalsın da. Telefonu söndürdüm. Sonra yandırdım saata baxmaq üçün. Saata baxdım, üstündən 5 dəqiqə keçdi. Yenə söndürdüm. Üstündən bir dəst keçəndən sonra açanda telefon bir anda dəli kimi öz-özünə hərəkət eləməyə başladı. Yəni telefon yox da, telefon proqramlar falan da, yəni öz-özünə bir yerlərə girməyə başladı falan. Dedim, nə oluyor, niyə belə oldu telefon? Nəysə, üstündən 5 dəqiqə keçdi, telefonu qoydum kənara. Öz-özünə düzəldi sonradan. Yəni telefonum da bir anlıq panikə kapıldı deyəsən. Amma sonradan düzəldi. Nəysə, indi gedim tez üzümü yuyum, gəlirəm. Gözləyin. Makyajımı elədim gördüyünüz kimi, amma makyajımı eləyərkən videoya çəkmədim. Niyə? Çünki həm biraz tez elədim. Güzgün qarşısında biraz tez bir formada makyajımı elədim. Bir də telefonumun zərifqası çox az idi. Telefonumu zərifqəyə qoydum ki, videonu açanda telefonun zərifqası olsun, video çəkə bilim. Ona görə makyajımı eləyərkən çəkmədim. Amma olsun. Adi, yəni makyajımı elədim. İndi buraları biraz toparlamaya çalışıram. Ümid edirəm ki, toparlayıb bitirə biləcəm. Və gördüyünüz kimi mən hələ də məktəb formamı çıxartmamışam. İndi gedirəm bunu çıxartmağa. Gedim artıq ev paltarımı geyinim. Amma geyinməmişdən əvvəl
bir highlighter vurum. Burnumun ucuna o qədər çox sevirəm ki, highlighter vurmağı. Bunu mən çox sevirəm. Baxım özümə. Mən bunu çox sevirəm. Ümumiyyətlə bu highlighteri abartmaq sevirəm. İşıl olmaq sevirəm. Gəldim indi öz otağıma. Paltarımı dəyişəcəm. Buradadır köynəyim. Bir dəqiqə. Keçən videomda da geyindiyim bu köynəyim. Əslində bu köynək mənim deyil idi. Anamın idi. Amma ki mən anamın qızı olaraq bu köynəyi anamın əlindən aldım. Artıq mənimdir. Məktəbə geyindiyim köynək var idi. Bunun üstünə geyinmişdim. Hara atdım mən onu? Harasa qoydum onu. Nəysə. O köynək də anamın idi bu arada. Onu da anamın əlindən aldım. Olsun. Bu köynək. İndi bunu geyinim. Geyinim. Gəlim. Burada işığa baxın. Günəşin ışığına baxın. Divara yansıyır. Əslində mən bu görüntünü sevirəm, qəşəngdir. Amma videolarda qəşəng görünmür. Məsələn, işıq pis görünür. Arxaya baxın. Bura çox işıqlıdır, bura qaranlıq. Olmaz. Böyle şey olamaz. Geyindim. Paltarımı geyindim. Bunu o gün məktəbə də geyinmişdim. İndi evdə geyindim. Və indi saçımı darayacağım. Çünki saçımı en son səhər daramışdım. Ona göre indi saçımı darayacağım. Darağımı götürürəm və mən darağımı səhvən qırdım. Baxın, burasını mən qırdım səhvən. Sonra silikonladım ki, bəlkə düzələr, amma düzəlmədi. İkinci dəfə yenə üstünə qırıldı. Niye qırıldı o da? Saçımı darayanda qırıldı. Saçımı yumuşdum, hardasa 2 gün bundan əvvəl. Saçımı yudum, darayanda çak diye qırıldı. Burası qırıldı yani. Ona görə artıq qırıq bir daraq istifadə edirəm. Bundan başqa daraq var əslində evdə. 2-3 dənə var, amma onların heç birindən daraya bilmirəm saçımı. Sevmirəm yəni. Ona görə qırıq belə olsa bu daraqla davam edəcəm. Çünki baxın, bunun buraları açıqdır, yəni açıq bir daraqdır və məncə belə daraqlar çox qəşəngdir. Yəni sizə də tövsiyə edirəm, yəni bu arxası belə açıq olan daraqları alın. Köynəyimin üstündə saç var. Nəysə, saçımı darayım. Saçım da gördüyünüz kimi uzanıb. Mənim hardasa gedin bir il əvvəlki videoma baxın. Bir il əvvəlki videoların üstündən çox keçməyib. Çox keçməyib. Nə danışıram mən? Gedin bir il əvvəlki videolarıma baxın. Orada saçım qısadır. Saçım arası buradan falandır. Buradandır. Orada saçım bayağı qısadır. Amma indi artıq uzun saçlarım var. Bir də düzləşdirəndə daha uzun görünür. Uzun saçımı çox sevirəm, yəni. Uzun və düz saçları çox sevirəm. Saçım da eli olanda çox mutlu oluram. Uzun olsun, düz olsun. Amma ki, yəni mənim normalde saçım bu qədər düz deyil. Mən saçımı düzləşdirmişəm deyə belədir. Amma kaş öz saçım da belə düz olardı. Və sizə bir şey daha deyim. Bu video böyük ehtimalla 2025-ci ilin son videosu olacaq. Əslində mən bu videonu çəkmək fikrim yox idi. Sadəcə bundan əvvəl video paylaşmışdım. Sual-cavab videosuydu da. O videonu paylaşandan sonra fark elədim ki, mənim daha paylaşmağa bir videom yoxdur. Yəni gördüm ki, paylaşmağa heç bir şeyim yoxdur. Düşündüm ki, yəni o video 2025-ci ilin son videosu olmasın. Yəni elə bir video olsun ki, 2025-ci ilin son videosu. Mən o videoda 2025-ci ilin son videosu olduğunu deyim də, yəni. Arif oxudum. Yəni ona görə istədim ki, belə günlük bir video çəkeyim. Həmin bu videoda da 2025-ci ilin
son videosu olduğunu bir duyuru formasında deyim. Saçım çox pis daranır. Niyə belə oldu ki? Saçımı da daradım. Biraz çətinliyinə darandı əslində. Bilmirəm niyə belə oldu bu dəfə, amma biraz çətinliklə daradım saçımı. Amma indi uzundur, düzdür və yumşaqdır. Şirin oyuncaqlar var əslində. Məsələn, bu çox şirindir. Sonra bu da çok şirin ama bu görünmür diye sana görünmür. Bu da şu görünür. Ha. Bu da çok şirindi. Bu da yine. Bu da çok geçerli. Abi bu benim en sevdiğimdi. Bu benim favorimdi. Göstereyim size bir dakika. Bakın bu benim favorimdi. En çok ben bunu sevirəm. Bir dakika. Bakın. Ay telefonun üstünde milçi oturup. Bakın. Ben bunu çok sevirəm. Bilmirəm niyə. Aslında çok sade bir şeydi ama en sevdiğim budur yani. Ha bir de var. Bunu da çok sevirəm. Bir dakika göstereyim. Bakın. Yani bu da çok geçeydi. Ben bunu çok sevdim yani. En sevdiğim ikinci budur. Ya da birinci de olabilir aslında. Ya da ikinci. Ne bileyim. Bakın buna. Bu çok geçeydi. Ben bunu çok sevdim. Çok sevdim ben bunu. Ve gümüşler de bir de böyle boşluklar falan var. Çok böyle estetik görünür yani. Bunu çok sevdim. Şimdi bunu yerine asalım. Harada götürmüşdük bunu. Bir de bizim burada balaca ağacımız da var. Bir dakika bunu da göstereyim. Burada da balaca ağacımız var. Işığı yandırayım bunları. Bir dakika. Yani sırf bu ikisi için yani bu bir tane daha bu. Yani sırf ne danışıram ben? Evet, sırf bu ikisinin de ışığını yandırabilmek için getdik bundan aldıq. Gördüğünüz gibi bunun çok şeyi var yani böyle takmağa. Burada bir dənəydi, sadece bunun ışığını yandırma olurdu, böyüyün ışığını yandırma olurdu. Bu ışığını yandıra bilmirdik. Ona göre getdik bundan aldıq. Yaxşı ki de aldıq çünkü ikisini bir yerde yandırmak çok qəşəngdir. Baxın, oldu. Görünür. Ha bu görünür. Çok tatlış. Bir de penceremizde de böyle bir şey var ama biz bunu ya Allah bilir neçinci ildə almışıq yani. Bu bilmirəm nə vaxtdandı var bizdə. Ama var. Gördüğünüz gibi. Dediğim gibi bilmirəm biz bunu neçinci ildə almışıq. Bunun ışığı görünür orada görürsən. Burada görünür. Ama bilmirəm kamerada görünür yoxsa yox. Bir de gündüz vaxtıdır. Görünməyə də bilər. Görünür. Ay görünür. Ama buralar çok da yaxşı görünmür heç. Buradan görürsünüz. Bu da bunun ışığıdır. Bir de bu ışığın eynisindən dərs masama da elədik. Gedək onu da göstərim hətta. Burada dərs masamızdır. İndi dərs masasının da ışığını yandırım. Baxın. Evet. Bu da belədir. Amma heç qəşəng görünmür. Heç qəşəng görünmür çünki yani ışıq var da, yani ışıqlı havada bunu yandırsam heç nə fark dəyişmədi. Ay, danışmağı bilmirəm. Nəysə. Çox da bilinmədi amma ki buranın da ışığı var. Mən nə yeyəcəyimi tapdım. Burada popcorn var. Anam eləmişdi səhər. Əslində mən yeyəcəkdim dünən, amma neysə axotum olmadı, eləmədim. Anam da bu səhər elədim. İndi bu popcornla yeyə videonun montajını eləyəcəm. Sabaha qalmasın. Bu videonu sabah paylaşım. Belə. Bunu eləyim, həm də biraz dincəlmiş olaram. Bugün bütün gün ayaqüstü olmuşam. Şübhəli. İndi mən bundan yeyə videonun montajını eləyim. Daha sonra kameranı açaram. Bye bye. Hardasa yarım saata yaxındakı video montajlayıram. Hələ də montaj bitməyib, saatı deyim. Yəni olmazsa olmaz saat deməşəyim. Saat 17:05-dir.
18:00'da ya da 18:10'da falan, 18:00 tez oldu. 18:10'da, 18:15'də falan evdən çıxacağam, gedəcəm qardaşımı dərsdən götürəcəm. Onu da yenə sizinlə bir yerdə, təbii ki də, çünki bu günlük bir vloqdur. Onu da sizinlə bir yerdə eləyəcəm. Belə. Hələ 1 saat var evdən çıxmağım onsuz da. Və mən montaja daldım, getdim. Yəni başqa heç nə eləmirəm. Yəni ağlım şu an, yəni ağlım yox. Gözüm bu dəqiqə montajdan başqa heç nə görmür. Bilmirəm, sadəcə məndə belədir, yoxsa başqa video çəkənlərdə də belə olur. Montaj eləməyə başlayıram. Özümü saxlaya bilmirəm. İstəyirəm o montajı sonuna qədər eləyim. O montaj bitsin istəyirəm, yəni. Bilmirəm, sadəcə məndə var bu şey, amma nə bilim. Belə bir şeyim var, yəni montajı bitirməsəm dayana bilmirəm. Maalesef. Bir də evdə eləməli çox bir şeyim də yoxdur, yəni. Bugün yəni dediyim kimi heç bir şeyim yoxdur. Belə. Montaj eləyək. Montaj. Artıq saat 7 işdir, 18:11-dir. Gedirəm məktəbə, qardaşımı dərsdən götürəcəm. Bilirəm ki, aranızda düşünənlər olacaq ki, sənin qardaşın niyə bu qədər gec dərsdən çıxır? Amma ki, belə bir açıqlama verim. Mənim qardaşım ən sonuncu smendir, yəni məktəbin ən sonuncu smenindədir. Ona görə bu qədər gec çıxır. Kəş biraz tez çıxardı, amma maalesef bu vaxt çıxır. Mən indi gedirəm məktəbə. Çıxdım evdən, gedirəm. Bu kurtkanı da ki, çoxdandır geyinmirdim. Hətta bu qış girəndən, yəni ümumiyyətlə havalar soyuyandan, səhv eləmirəmsə mən noyabr ayındandır kurtka geyinirəm. Amma ilk dəfədir bunu geyinirəm. Normalda göy bir dənə kurtkam var, onu geyinirdim. İndi bu qəhvəyini geyindim. Belə. İndi əlcəyimə baxın. Çox şirin. Gəldik, indi evimizə çatırıq, məhəllədəyik. Qardaşımla bir yerdən mən ikimiz. Və artıq biz evdəyik. Yəni qardaşımı dərsdən götürdüm, gəldim. Saat indi 9-a işləyir. Biraz dincəldim. Telefonu zaryatkaya, yəni dincəldim deyəndə ki, getdim çay falan içdim. Telefonu zaryatkaya qoydum. 20% idi, oldu 40 neçə. Və bu videonu əslində burada sonlandırmaq istəyirəm. Niyə burada sonlandırmaq istəyirəm? Çünki artıq eləyə biləcəyim bir şey yoxdur. Yəni mən düşünürdüm ki, bu videonu hardasa saat 10-da 11-də sonlandıraram deyə düşünürdüm. Amma biraz tez sonlandırıram. Çünki dediyim kimi eləyə biləcək bir şeyim yoxdur. Ağlıma heç bir şey gəlmir. Zaten mənim belə axşam, necə deyim, axşam rutinim də yəni çox da belə hərəkətli deyil. Sadəcə qardaşımı dərsdən götürürəm, gəlirəm, telefona baxıram, axşam yeməyi yeyirəm, yenə telefona baxıram biraz və daha sonra isə yatıram. Yəni axşam rutinim belədir. Bu videoda səhər gördüyünüz kimi biraz da olsa hərəkətli bir şeylər elədik. Məktəbə getdik, gəldik, qardaşımı dərs apardım. Evdə biraz vaxt keçirdik, amma axşam çox da belə hərəkətli bir şeylər olmur. Ona görə düşündüm ki, bu videonu burada sonlandırım. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Video fikirlərinizi də yazın. Instagramdan takip etmək istəyənlər üçün Instagram adımı bura qoyuram. Bir dəqiqə. Sizdən sağollaşıram. Çünki bu 2025-ci ilin son videosudur. Çünki yəni bundan sonra bir video paylaşmağı düşünmürəm. Video fikrim yoxdur. Olsa paylaşaram, amma böyük ehtimal ki olmayacaq. Ona görə sizlə sağollaşıram. Bu ili də belə bitirdik. Əslində hələ bitməyib. Dekabrın 18-dir, amma bundan sonra video paylaşmayacağım üçün belə dedim. Bu ili də belə bitirdik. Sağollaşıram hər birinizlə. Bir də 2026-da vlogla qarşınızda olacağım. Hər birinizlə sağollaşıram. Sağ olun. 2026-da görüşmək üzərə.